Değerli xanımlar, bugün mən sizə bunu göstərmək istəyirəm. Yenicə yuduğum qurtqaydı, amma tonal kremdən fikir vermədən bütün yaxası bu cür vəziyyətdə oldu. İndi mən bunu təkrar yumaqdan rahat şəkildə bizim 30-151 artikulda ümumiyyətlə mən belə balon qurtqaların dip hissələri anında yaxaları parıldayanda hər dəfəsində yumuram. Bax, bu şəkildə bunu tətbiq edib biraz saxlayacağım. Görün bu tərəf olubmu? Bu tərəfdə birazcık olur. Vurub saxlayıram və adi bir nəm salfetka ilə sonra da silirəm. Çox rahat şəkildə təmizlənəcək. Şimdi bu şekilde temizliğin nəticəni bölüşəcəm. Yumağa ehtiyac yoxdur. Baxın, bir dəqiqənin içində nəticə göz önündə tərtəmiz oldu. Çox mükəmməl bir məhsulumuzdur. İstər uşaqlarınızın da köynəkliyində qurtqada ruçka izi olsun, istər hər hansı bir ləkə düşsün, paltarınızı yumursun, mükəmməl bir spreyli ləkə çıxarıcı. Çox əlimdən tutur evdə də. İstər bax, divan üstündə bir ləkə olsa da, xalçada bir anında ləkə düşsə, ayrı bir təmizlik vasitəsinə ehtiyac yoxdur. Anında ləkənin üzərinə bunu təsvir edərək nem salfetkayla təmizləyin. Ləkə anında yıxılır. Həm də ağ qarsovka, ağ ayaqqabılarının ağ yanlarında çox gözəl şəkildə təmizləyir. Baxın, tərkibində xlorda yoxdur. Halallı sertifikat almış, gözəl keyfiyyətli məhsulumuzdur.